Azərbaycan və Türkiyənin gənclər siyasəti sahəsində əməkdaşlıq imkanlarının genişdirilməsi məqsədi ilə Türkiyə Gənclər Vakfının nümayəndə heyəti Bakıya səfər edib. Yenicəğaz xəbər verir ki, səfər çərçivəsində Türkiyə Gənclər Vakfının sədri İbrahim Beşinci media nümayəndələri ilə görüş keçirib. Görüşdə iki qardaş ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gənclər siyasətinə təsiri, qarşılıqlı layihə imkanları və gələcək perspektivləri müzakirə olunub. Bildirilib ki, gənclər sahəsində əməkdaşlıq hər iki ölkənin inkişafı üçün vacib istiqamətlərdən biridir. Tədbirdə 44 günlük vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyi xüsusilə vurğulanıb. Bu birliyin regionda sülh və təhlükəsizliyin təminatına töhfə verdiyi qeyd edilib. Daha sonra Türkiyə Gənclər Vakfının fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib. Fondun həyata keçirdiyi layihələri əks etdirən video çarx nümayiş olunub. Qeyd olunub ki, 11 illik fəaliyyəti dövründə fond gənclərin könüllülük fəaliyyətinə cəlb olunması, düşərgə proqramlarının təşkili, asudə vaxtlarının səmərəli təşkili və ətraf mühitin qorunması sahəsində mühüm uğurlara imza atıb. Görüş çərçivəsində Türkiyə Gənclər Vakfı ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Bu kontekstdə yaxın gələcəkdə Şamaxıda Azərbaycanlı gənclər üçün ortaq düşərgə layihəsinin həyata keçirilməsi planlaşdırıldığı bildirilib. Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb. Qarşılıqlı fikir mübadiləsi aparılıb.